Davam edeyim. Qaldıq müzakirə xəritəsi. Daha sonra bir bödü akvaryumdur. İnsident üzərində işdi. 3-2-1 insert metodu. Bir neçə dənə iş sulu qaldı. Yazım onlarda onlar haqqında verim. Müzakirə xəritəsi. Müzakirə xəritəsi bir bödü akvaryum. Bir böl akvaryum insident üzerinde iş. İnsident üzerinde iş. İnsident üzerinde iş. Insert metodu. Daha sonra 4M1K. Solu. Daha sonra kaldı simülasyon ve rollu oyunlar. Simülasyon ve rollu oyunlar. Aha, bu müzakirə xəritəsi iş sulu belə həyata keçirilir ki, yəni burada müəllim bir dənə mövzu olur, müəyyən edilmiş bir mövzu və yaxud da ki bir məsələ olur. Onun haqqında problemin ətrafında fikirləşirlər, informasiya müzakirəsi gedir, sonra tənqidi fikirlərdə qarşılıqlı fikir bildirmə aparılır. Yəni necə deyim, bu işin aparılmasında geniş perspektivli suallar verilə bilər, cavablar və fərziyələr mütləq dinlənilir, deyilən hər bir şey üçün izah və əsaslandırma istənir. Yəni ümumi bir mövzu olur. Məsələn, deyirəm ki, bir dənə böyük əsər ola bilər Azərbaycan ədəbiyyatda. O əsər haqqında geniş ətraflı müzakirə gedirsə, bu olur müzakirə xəritəsi. Bir bilirəm, istəyirəm, biləm, öyrəndiklərimdir. Bu nə deməkdir? Bu bir iş sulu keçmiş dərslə yeni dərs arasında əlaqə qurmağa yönəlir. Məsələn, şagird bildiyi bir şey deyir, məsələn, bildiyi bir şey, nəyi öyrənmək istəyir, istəyirəm, biləm, onu deyir. Ən sonunda isə dərsin sonunda öyrəndiyi bir fikri qeyd edirsə, bu olur bir böyük iş üsulu. Akvaryum iş üsulu odur ki, bu eynilə Sokrat dialoqunun başqa bir versiyasıdır. Yəni sual-cavab texnikasıdır. Sadəcə burada daxili və xarici qruplar olur. Məsələn, daxili qrup bir şey öyrənir, daha sonra digər xarici qrupa verir və bunun əsasında da müzakirə gedir, sual-cavab olunur. Bu belə həyata keçirilən iş üsulu akvaryum iş üsuludur. İnsident üzərində iş case study, yəni real olmuş həyatı hadisələr üzərində problem həll etmə bacarığıdır. İnsident işi üzərində məsələn müəllim müşahidələrə həqiqətən həyatda baş vermiş real bir hadisə əsasında müzakirə qura bilər. 3-2-1 üsulu da eyni ilə onu qeyd eləməmişəm. 3-2-1 üsulu isə eyni ilə şeyə bənzəyir. Bir iş üsuluna bənzəyir. Orada da məsələn müəllim şagirdlərə bildiyi 3 şeyi, yəni öyrəndiyi 3 məlumatı, ona maraqlı olan 2 məlumatı, ən sonunda isə müəllimə sualı varsa, həmin bir məlumatı qeyd edirsə, bu 3-2-1 iş üsulu. Insert metodu odur ki, səmərəli mütaliə və təfəkkürün inkişafı üçün işarələr sistemidir. Yəni bu ən çox informatika dərsində və yaxud da ədəbiyyatda zətdə də ola bilər. Məsələn, hər hansı bir işarənin mənası da, bir dəqiqə onu kitabda göstərəcəm sizə. Baxın, belə bir şeydə, yəni belə işarələr olursa, görürsünüzsə burada, belə işarələr varsa, bu işarələrin açıqlanması anlamı varsa, bu olur insert metodu, yəni işarələr sistemidir. 4M1K dünyada Kipling modeli kimi tanınır. Bu nə vaxt, niyə, necə, kim, harada suallarına cavab verir. Məsələn, bir dənə fikir səsləndirir, onun haqqında kim, nə vaxt, necə olmuş kimi geniş perspektivli bir iş üsuludur. Simülyasiya və rollu oyunlar odur ki, rollu oyunda hər hansı bir əsərdəki insanı canlandırırsansa, simülyasiyada orada özündən nəsə qatırsan. Yəni nəsə canlandırırsansa, öz təxəyyülünü, öz fikrini oraya qatırsansa, olur simülyasiya. Daha sonra qaldı bir neçəsi. Düşün, cütləş. Amma burada adları elə yazılmayıb elə. Yazılıbdır. Mən sadəcə bunu belə yazıram ki, ardıcılığı biləsiniz. Düşün. Hamısının adı var kitabda. Düşün, cütləş, bölüş.
Qartopu, sinif küncləri mən kimə bölür qartopu. Bir də qaldı debat, bir də bunun klubu. Bu əcə bunlar qaldı. Debat, bulun klubu. Tamam, o siz şeyləri Baxın, düşün, cütləş, bölüş üsuludur ki, birinci fərdi olaraq düşünürsən, daha sonra onu cütlər formasının yanındakı yoldaşına səsləndirirsən, daha sonra isə fikri ümumi siniflə bölüşürürsə, bu olur düşün, cütləş, bölüş üsulu. Qartopu texnikası eynilə düşün, cütləş, bölüş üsuluna bənzəyir. Orada da ilk öncə fərdi olaraqdan düşünür, daha sonra bütün siniflər bölüşülürsə, bu qartopu texnikası deməkdir. Bu da aktiv bir öyrənmə strategiyasıdır. Sinif küncləri oldu ki, 3 dənə, məsələn, sinifin küncü olur. Məsələn, bir küncü razıyam, bir küncü razı deyiləm, əmin deyiləm olur. Müəllim bir sual səsləndirilir. Məsələn, razı olan bir küncə, olmayan digər küncə gedir. Aktiv hərəkətli bir iş üsuludur. Maraqlı və əyləncəlidir. Şagirdlərin yorğunluğunu da aradan qaldıra bilər. Mən kimə iş üsulunu belə həyata keçirilir ki, məsələn, müəllim tarixi bir şəxsiyyət verir, o anında kimin yazıldığını bilmir, digər insan, şagirdlər yerdən, məsələn, həmin insan haqqında məlumatları deyirlər, o da kim olduğunu tapırsa olur mən kiməm. Debat üsulu təsdiq və təksibdir. İki qrup olur, hərəsi bir fikri müdafiə edir, onun əsasında müzakirə gedir. Bulun klubu isə bir fikrin necə adlandırdığını, nə üçün tətbiq edildiyini, necə izah edildiyini, yenisini yarat kimi keçirilən iş formasıdır.